xəbərləri qaçırtmamaq üçün kanalımıza abunə olun. Salam əziz izləyicilər, sizə 20 avqust 20-ci il üçün gündəlik güc proqnozlarını təqdim edirik. Bugün Qoç buğa və Əkizlər bürcünü hansı hadisələr gözləyir? İş-maliyyə münasibətlər və gündəlik planlarla bağlı ulduzların mesajlarına birlikdə nəzər salaq. Qoç bürcünün nümayəndələri üçün günün ilk saatları yeni fikirlər və maraqlı ideyalarla yadda qala bilər. Ağlınıza gələn bəzi düşüncələr ilk baxışdan həyata keçirilməsi çətin, hətta real olmayan planlar kimi görünə bilər. Lakin bu ideyaları dərhal kənara atmaq məsləhət görünür. Hazırda bəzi planları həyata keçirmək mümkün olmasa da, yaxın zamanda vəziyyət dəyişə bilər. Qarşınıza sizi dəstəkləməyə hazır olan yeni insanlar çıxa və gözləmədiyiniz müttəfiqlər əldə edə bilərsiniz. Şəraitdə əvvəlkindən daha əlverişli olacaq. Bu səbəbdən bugün ağlınıza gələn ideyaları qeyd etmək və onların üzərində düşünmək faydalı ola bilər. Xüsusilə iş və bizneslə bağlı yeni layihələriniz varsa, onları tələsik şəkildə rədd etməyin. Günün davamında vəziyyət köklü şəkildə dəyişə bilər və həmin anda daha qətiyyətli davranmaq lazım gələcək. İşgüzar görüşlər üçün də əlverişli vaxtdır. Şəxsi münasibətlərdə də müsbət atmosfer gözlənilir. Hətta əvvəllər sizin fikirlərinizlə razılaşmayan insanların bu dəfə mövqeyinizi qəbul etməsi mümkündür. Bəzi şəxslər sizin haqlı olduğunuzu etiraf edə və qərarlarınızı dəstəkləyə bilərlər. Buğa bürcü üçün ümumilikdə uğurlu gün gözlənilir. Lakin səhər saatlarında baş verə biləcək xırda xoşa gəlməz hadisələr əhvalınızı pozmasın. Günün əvvəlində müəyyən narahatlıqlar yaşansa belə bunun uzun müddət davam etməsi gözlənilir. Ulduzların müsbət təsiri gün ərzində sürətlə güclənəcək. Buna görə də bir müddət sonra vəziyyətin yaxşılığa doğru dəyişdiyini hiss edə bilərsiniz. Bu müsbət dəyişikliklər yalnız iş həyatınızla məhdudlaşmaya bilər. Gündəlik həyatın digər sahələrində də sizi sevindirəcək yeniliklər mümkündür. Bugün xoş xəbərlərin və maraqlı təkliflərin alınması ehtimalı var. Uzun müddətdir sizi düşündürən əmlak və ya maliyyə məsələsinin müsbət istiqamətdə həll olması da mümkündür. Belə bir inkişaf sizə gələcəklə bağlı daha rahat düşünmə imkanı verə bilər. Uzun müddətli planlar hazırlamaq, həmin planları ailə üzvləriniz və yaxınlarınızla müzakirə etmək üçün münasib vaxt. Həmçinin uzaq gələcəklə bağlı mühüm qərarlar qəbul etmək gündəmə gələ bilər. Bugün əsas məsələ səhər saatlarında yaranan xırda problemlərə görə ümumi gününüzü mənfi qiymətləndirməməkdir. Əkizlər bürcünün nümayəndələri üçün günün ilk hissəsi xüsusilə uğurlu görünür. Buna görə də səhər saatlarından mümkün qədər səmərəli istifadə etmək məsləhətdir. Ulduzların təsiri bir sıra təşəbbüslərinizdə sizi dəstəkləyə bilər. Əvvəllər olduqca çətin və mürəkkəb görünən işlərin üzərinə getmək üçün münasib imkanlar yarana bilər. Bugün qeyri-adi məsələlərin həlli ilə bağlı da uğurlu nəticələr əldə etmək mümkündür. Əgər uzun müddətdir həyata keçirmək istədiyiniz bir fikir varsa, onun üzərində yenidən düşünmək üçün yaxşı vaxtdır. Bir çox əkizlərin ağlına biznesin inkişafı və ya müəyyən iş layihələri ilə bağlı maraqlı və faydalı ideyalar gələ bilər. Bu fikirlər gələcək fəaliyyətiniz üçün yeni istiqamətlər aça bilər.